Salam əziz və hörmətli dostlar. Bildiyiniz kimi Türkçülüyün əsasları adında kitabı oxuram. Yazan Ziya Gökalpıdır və 36-cı səhifəni oxuram. Dünənləri işim çox uzuna çəkdiyi üçün oxuya bilmədim. Bu günlərdə hava çox istidir. Əlan 37 dərəcədə mən oturmuşam burada. Sadəcə kölgədə oturmuşam, amma şur tər gəlir. 2 dəfə bugün köynək dəyişmişəm, amma görək ki, nə cür olacaq. Ona görə sürətlə oxuyayım bunu və səhifəmizi davam verək. 36-cı səhifəni başlayıram. Bunun birinci sətrin keçən dəfə oxudum. Deyir ki, niyə yıxılmalıdır? Osmanlı. Deyir buna görə ki, hər imperator yığıntıdan olar. Millətləri zorla alar kölgəsinin altına, bayrağının altına, əmrinin altına və onların çarəsi yıxılmaqdan başqa çarəsi yoxdur. Deyir, Osmanlı da bunlardan biridir, yıxılacaqdır. Necə ki, o birisi imperatorluqlar yıxılacaqdır ki, mən də bir neçəsini əlavə elədim. O dediyi ki, o da deyirdi, kimlər yıxılıbdır? Deyirdi ki, Otriş, Rusiya və Osmanlının misal vurdu ki, bunlar yıxıldılar bu dəlillə. İndi davam edək. Rusiyada və Balkan ölkələrində Batı mədəniyyəti Doğu mədəniyyətinin yerinə keçdiyi kimi Osmanlı imperatorluğunda da aynı durum baş göstərəcəkdir. Baş göstərəcəkdir, yəni görünəcəkdir, olacaqdır, üz verəcəkdir. Amma deyir ki, gələcəkdə baş verəcəkdir. O, gələcək üçündür. Keçəcəkdən durub, indi o yoxdur. Amma deyir ki, belə olacaqdır. İndi görək ki, Rusiyada və Balkan ölkələrində, Balkan da bilirsiniz, bu Türkiyənin yaxındakı Avropayi məmləkətlərə Balkan deyilir. Rusiya və Balkan ölkələrində Batı mədəniyyəti. Batı mədəniyyəti, yəni, dedikdə hər şey ki, bir nəfər ya bir iddə onu yaradırlar, xəlq edirlər, hər sahədə olur olsun, hünər sahəsində olsun, musiqi sahəsində, yəni hünərin hansı sahəsində olur olsun, incəsənət dediyimiz türkçədə, texnolojiyada olsun, dilçilikdə olsun, sinemada, ya hər nə sahədə olursa olsun yəni. Bunların mədəniyyət deyilir bunlara. Doğu mədəniyyətinin yerinə keçdiyi kimi, Doğu, yəni şərq mədəniyyətinin yerinə keçdiyi kimi Osmanlı imperatorluğunda aynı durum baş verəcəkdir. Osmanlı imperatorluğunda da aynı durum baş verəcəkdir. Doğu mədəniyyəti, yəni bəzilərinin zənn etdikləri kimi gerçəkdən İslam mədəniyyəti deyil. İndi bir dənə söz iddia qoyur ortaya. Deyir ki, Doğu mədəniyyəti, şərq mədəniyyəti dediyimiz Doğu şərq mədəniyyəti. Mədəniyyət dedikdə kültürlə fərqlidir. Kültür ehsas və müdiriyyətsiz millətin içində coşub gələn bir şeylər tərif elədi. Mədəniyyətdə müdiriyyətlə və bir nəfərin ya bir iddənin əli ilə yüksəlib gələn bir şeydir. Deyir ki, indi Doğu mədəniyyətin şərq insanların ya şərqi deyilən, əlbəttə kimə görə şərq, kimə görə qərb. Yəni indi məsələn biz hər nöqtənin özünün şərqi, qərbi vardır. Amma burada ki bu danışılır, burada dünyanı Avropalıların, Amerikalıların gözü ilə görürük. Deyirik ki, onlara görə hara şərqidir, ora biz şərqi deyirik, ora hara qərbidir, bura qərbidir. Diqqət buyurun dostlar, dünyada hər kəs fərdilərə baxsaq, hər birey özü dünya mərkəzidir. Dünya ondan ibarətdir. Necə ki, var, yoxdur da getdi. Dünyanın mənası yoxdur adama. Pəs hər kəsən Molla Nəsrəddin demişkən, bura dünyanın mərkəzidir, inanmırsan ölç. Bunu çox saymayın. Bu çox ciddi bir məsələdir siyasətdə. Dünyada tamami məmləkətlər, hər məmləkət, kiçik ola ya böyük ola, özün dünyanın mərkəzində ən böyük çəkər, qonşuları və dünyanı onun yanında kiçik keçər. Getdikcə uzağa kiçikləşər. Çünki özün mərkəz görməlidir. O zaman ki biz şərqi, qərbi danışırıq, amma öz oturduğumuz yerdən yox. Biz öz oturduğumuz yer şərqidir.
Biz özümüz haralıyıq. İndi ora deyəcəyik, bura mərkəz. Bizdən şərqə tərəf, gün çıxana tərəf olacaqdır şərq, doğu. Gün batana tərəf olacaq qərb. İndi biz oradan gələk baxaq deyə, qərb ölkələri belə, şərq ölkələri belə görək ki, burada onu nə cür baxır. Özümüzə biz şərq deyirik təəssüflə. Doğu mədəniyyəti, yəni bəzilərinin zənn etdikləri kimi, zənn edə bilirsiniz də, yəni yəqini yoxdur. Fəqət fikr edir, təsəvvür edir. Gerçəkdən İslam mədəniyyəti deyil. Gerçək dedik vaqiiyyət, həqiqət. Deyir, həqiqətdə İslam mədəniyyəti deyil. İslam mədəniyyəti adında bir şey var mıdır? Bunu sormaq gərəkir. Çünki əcəba İslam, məsələn, kommunizm mədəniyyəti demək bir şey var mıdır? O dövrdə, kommunizm dövrəsində millətlərin bir işləri var. Memarlığı var, nəqqaşlığı var, yəni incə sənət məsələn vardır, şəhərsazlıq var, teknoloji var filan. Bunlar o dövrdə əcəba bunu o ideoloji yaradır, yoxsa insanlar yaradır? Bu bir məsələdir burada deyirik. Bir də orada məmləkətlər var. Yəni məsələn Rus komünist imperatorluğunun altında ya ideolojisinin altında 50-60 dənə məmləkət var idi. Əcəba o məmləkətin millətləri bir müəyyən tarixdə yaradıblar onu, yoxsa o ideoloji yaradıblar? İndi İslamda da dəqiqən bu. Əcəba İslam məsələn yaradıbdı, yoxsa müsəlmanlar yaradıblar? Əcəba bunu hətta deyək, əcəba İran yaradıbdı, yoxsa Azərbaycanlılar, türklər yaradıblar? Məsələn, Səfəvi dövrəsində biz görürük ki, İranda bir dərdə dəyən bir şey yoxdur. Memarlıq, yol, filan yoxdur. Bazar, hamam, məscid, mənbər, şəhərsazlıq, memarlıq, caddələrin çəkilməsi, karvansaralar, körpülər, bunlar yoxdur görürük. Şeydən, Qacardan öncə, Səfəvilərdən öncə, üzr istəyirəm. Səfəvilərdən bu üzə görüşü belə bir şey var. Əcəba bunu İslam yaradıbdı, şiəlik yaradıb, yoxsa Azərbaycan türkü yaradıb? Azərbaycanlılar yaradıblar, türklər yaradıblar. Məsələn, farslar, bunu Günaz TV-də də bir dəfə dedim, Tağ-ı Kəsra düzəldiblər, Təxti Cəmşid düzəldiblər. Tamam, gözəl. Əslən bunlar düzdür, yaxşı düzdür. Kuruş da var imiş, Toxtu yaxça adam imiş. Hamıya maçı verərmiş, adamlar maçının əvəzində torpaqlarını verərmişlər bunu. Çox yaxşı bir adammış da, adamlar sevirmişlər. Əslən bu bir əcibə bir adammış, adamları görəndə adamlar hamısı söyürmüşlər ki, bunu öpələr, öpəndən sonra da torpağa verərlər buna. Deyək ki, belə bir şey varmış. Kuruş var imiş. O Təxti Cəmşid ki dedikləri niyə bunun adına deyil? Niyə Kuruş Təxti Kuruş deyil, Təxti Cəmşiddir? Bir. İki. Niyə bu Təxti Cəmşid dedikləri yer ətrafında bir şəhər yoxdur, çöldür, çöllükdür. Niyə çöllüğün ortasında, yəni bir yerdə də kəvirdir? Necə ki, Tağ-Bostan o cürdür. O, bizim bir dostumuz yazır, gözəl yazıları var. Mən bunları onlardan istifadə edirəm. Ondan istifadə edirəm. Neokronolojidir, əgər iştibah eləməsəm o səhifəsinin də Instagramda. O deyir ki, yox, mən özüm neçə məmləkətə müsafirət eləmişəm. 11 məmləkətə zıda getmişəm, heç olmasa. Dolanmışam, görmüşəm bunları. Almanda siz gedirsiniz, ya Fransada gedirsiniz, böyük bir şey düzəldiblər şəhərə girən yerdə, yəni oradan şəhərə girilir. Ona deyirlər ki, Zəfər körpüsü ya Zəfər dərvazəsi. Bu Tağ-ı Kəsra dedikləri çöldə düzəlibdir. Hangi şəhərə ora girirmiş ki, onu Zəfər piruzluğu, məsələn, Zəfər əlaməti olaraq onu düzəldiblər. Axı, hangi şəhər var onun yaxınlığında? Bunların hamısı görünür ki, bunlar sonra bir düzəltmə bir şeylərdir. Hər halda bunlardan geçək. Qaynağı Doğu Roma mədəniyyəti idi. Bir ki, İslam mədəniyyətinin, diqqət buyurun, İslam mədəniyyətinin, bunu hardan alır, bunu da diqqət eləyin, Öməvi və xüsusilə Əbbasi dövrəsində İslam hakimiyyəti, Öməvilər bilirsiniz, zaten Dəməşqidə, bugünkü Dəməşqidə yaşırdılar, paytaxtları oraydı. Və əslində demək olar ki, Rumun içindeydi. O da Yunandır, Rumdur yəni əslində demək olar.
Bəs onların oradakı əgər bir mədəniyyət var idi, Rumda, Yunanda, onlara əlləri çatırdı. Əbbasilər də iş üstə gələndən sonra deyirlər bir nehzət, tərcümə nehzəti, çevirmə nehzəti orada hərəkəti başlandı. O hərəkətdə yenə də deyirlər Yunana bağlanıb. Bu ona işarə edir. Deyir ki, Batı Roma mədəniyyətinin üzr istəyirəm, qaynağı, yəni İslam mədəniyyətinin qaynağı, mədəniyyət dedik nələrdəndir, ibarətdir. Doğu Roma mədəniyyəti idi. Doğu Roma, yəni Rumə şərqi farsça. Şərq Rum, Doğu Roma. Türkiyədə Rum demirlər, Ruma deyirlər. Pəs ya da Ruma aid olan mədəniyyətə, yəni Rumun mədəniyyəti Doğu Roma mədəniyyəti idi. Doğu Rumun mədəniyyəti idi. Biz bilirik ki, fəlsəfə oradan gəlibdi, musiqi oradan gəlibdi. Bu İranlılar çox yekə qastannamələri var, bilirsiniz. İddia edirlər ki, fəlsəfə İrandan gedibdi ora. O halda ki, biz burada fəlsəfiyə raci yox, memariyə raci İranlılar dövrəsində bir şey görmürük. Hətta Sasanilər yox, Samanilər dövründəki deyirlər, farslılar fars deyirlər. Onların belə dövründə bir mədəniyyət görmürük biz Farsistanda. Roma mədəniyyəti idi. Necə ki, Batı mədəniyyəti də Xristiyan mədəniyyəti deyil. Deyir, necə ki, Batı türkcəsi, Qərbi ərəbcədir. Qərbi məmləkətlərinin mədəniyyətinin də deyir ki, Xristiyan mədəniyyəti deyil. Xristiyan nə deməkdir? Biz bunu işlədirik xaç, o zərbidər bəlavə olan ağacın adıdır əslində. Xristiyan dara çəkilmiş, o Məsihi iddia edirlər, dara çəkiblər. Ona görə bura Xristiyan deyirlər, yəni səlibçi əslində. İndi ərəbcə səlib deyirlər də ona da. Deyir ki, Batı mədəniyyəti də Xristiyan mədəniyyəti deyil. Deyir ki, bu da Məsihiyyət mədəniyyəti deyil. O nədir pəs? Batı Roma mədəniyyətinin bir davamından ibarətdir. Batı, bugünkü Batı, Amerika, Avropa, Şərqi, Avropa, Qərbi, xüsusən Qərbi Avropa ilə Amerika, Kanada, deyir bu Batı Roma mədəniyyətinin bir davamından ibarətdir. Deyir, onun davamıdır. Osmanlılar Doğu Roma mədəniyyəti doğrudan da doğruya Bizansdan almadılar. Deyir ki, Osmanlılar özləri Doğu Roma mədəniyyəti, yəni Şərq Rumun mədəniyyətini doğrudan doğruya, deyir ya belə %100 daha, doğrudan doğruya %100 Bizansıdan almadılar. Deyir ki, onlardan alıblar. Yəni, Bizans dedikləri mərkəziyyətdən alıblar. Yenə olur Rumda, dedik, özlərindən öncə müsəlman ərəblərlə əcəmlər bu mədəniyyəti almış olduqlarından Osmanlılar onu bu dindaş millətlərdən aldılar. Deyir ki, amma Osmanlılardan öncə, Osmanlılar deyir, direktli, müstəqim şeydən almadılar. Bu Rumlulardan almadılar. Kimdən aldılar? Özlərindən öncə müsəlman yəni ərəblərlə birlikdə əcəmlər, yəni farslar bu mədəniyyəti almış olduqlarından deyir ki, Rum mədəniyyətini almışdılar. Dedik ki, mən onun tarixini də işarə elədim ki, həm Öməvi zamanında, həm də Əbbasi dövründə, çağında bu alınmağa başlandı. Osmanlılar onu, yəni Rum mədəniyyətin, Yunan mədəniyyətin bu dindaş millətlərdən aldılar. Bu dindaş yoldaş kimi, qarındaş kimi, ya qardaş kimi, dildaş kimi, qandaş kimi, topraqdaş kimi, vətəndaş kimi, bunlar kimi, yəni o şey ki, biz hamımız onda müştərək yox. Bu dindaş millətlərdən aldılar. Dindaş, yəni, əlbəttə bilmirəm, niyə farsları da əcəmləri, yəni farsları da dindaş gətirir. Çünki bunlar şiədirlər, onlar sünnüdür, amma İslamiyyət üçün gətirir. Vəli bilirik ki, bu şiəlik ki, farslar vardı, bu İslamiyyət ilə heç bir ünsiyyəti yoxdur.
Heç bir ünsiyyəti yoxdur. Əslində mən bunu dəfələrcə demişəm, öz ata-anama da belə bunu söyləmişəm. Namazları batildir. Çünki namazları batil yola qılınır. Əvvələn namaz sözü İslam sözü deyil. Məsihiyyə sözüdür. Atəşpərəstlərin, zərtüşlərin sözüdür. Dəstəmaz sözü yenə də bu zərtüşlərin sözüdür. İslam sözü deyil. Ondan sonra da hər o şey ki namazı batil elər, bunlar onu deyirlər. Həzrət Peyğəmbərin namaz deməyək, salat dediyi bir məsələ, bir hərəkət, bir cərəyan, bir davranış. Bu salata siz məsələn əlinizi yuyacaqsınız, başınızı yuyacaqsınız, qulağınızı yuyacaqsınız, boynunuzu yuyacaqsınız, burnunuzu yuyacaqsınız, ayaqlarınızı yuyacaqsınız. Çünki siz istəyirsiniz bu iyi təri bədəninizdən heç olmasa zahirdə siləsiniz. Şiəlikdə bu yoxdur. Ondan sonra da hər o şey ki dedim namazı batil elər, onlar da deyir. Məsələn bu Həzrət Məhəmməddən hədis var. Hətta həmin farsların mollaları da deyirlər ki, Həzrət Məhəmməd dediyi sözlərdən bir hərf izafə desəz, namaz batil olar. Əmdən ya səhvən. Məsələn, Həzrət Məhəmməd deyib ki, əşhədü ənnə, indi bilmirəm bunu nə cür deyib, əşhədü ənnə özüm Rəsulullah, ya deyib əşhədü ənnə Məhəmməd, tanımadığım Məhəmməd Rəsulullah. Onu bilmirəm, amma hər halda belə bir cümlə vardı da, deyir ki, əşhədü ənnə Məhəmmədən Rəsulullah. İndi əgər bir deyək, əşhədü ənnə Məhəmmədən məsələn Rəsulullahul Əzəm, Ülül Əzm, namaz batildir. Əşhədü ənnə Məhəmmədən Rəsulullah və namaz batildir. O və namazı batil elədi. Ya indi əşhədü ənnə Əliyyən Vəliyullah, namaz əslən kökündən dibindən batil oldu getdi. İndi namazda Bismillahirrahmanirrahim, Qul huvəllahu əhəd Quran oxuruq da, indi nə oxuyaq. Əgər bu Qurana və bunun mərasimində, bir dənə mərasimdir bu, siz bir hərf izafə eləyəsiniz. Mənim dədəm namaz qılır, görürsünüz ki, qunutda nə göylü söyür onu deyir. Hətta deyirlər farsıcan da deyə bilərsən, türkçədə də deyə bilərsən. Tamam, bunu deyək ki, Allahla hər dildə danışmaq olar. Amma indi buna siz bir kəlmə izafə eləsəz, batil olar. Həzrəti Məhəmməd nə deyibdi qunutda, onu deyəcəksən. Səzliyə gedən, rüküyə gedəndə nə deyib, onu deyəcəksən. Görürsünüz ki, əlin qoyur, əqumu və əqud, aha, necə ki, əqumu və əqud. Sən mənlə danışmırsan ki, Allahla danışırsan. Mənə kör olsam deyərsən ki, əqumu və əqud. İnsaf əli gör, mən dururam, qəddimi düzəldirəm. Dururam və otururam. Allahla danışırsan. Sən də kör olsan, Allah kör deyil. Bu sözü özündən gətirmə bura. Hər halda bu farslığın o şuubiyyəlığının bizim şiəlığımıza girməsi və hər kəs behişdə gedəcəkdir. Bunlarla behişdə gözləməsin, çünki batulullezine amenu. Məndən də təklif getdi. Mən cəhənnəmə gedəcəyəm, amma mən deyim ki, o birislər ki, behişdə axtarırlar, onlar getməsinlər cəhənnəmə. Cəhənnəmdə qalsın bizlərə, görək ki, neyinirik. Biz bu dünyada, o şairimiz gözəl deyibdi. Ey müsəlman, onlar ki odda yanarlar, odu buradan apararlar. O dünya dediğiniz yerdə nə od var, nə qır var, nə nəft var, nə kərxana var, nə də Allah bu qədər bədbəxtdir ki, şikəncə quruhu qura, bir iddia idarə ittilatı məmurlarından istihdam eləyə, orada şikəncə eləyələr. Belə bir Allahı Xameneyidə görün siz, Xümeynidə görün, Şahda görün, Məhəmməd Rizada görün. Onu Allah'ı, o dediğiniz Allah o deyil, o Allah o deyil. Bu səbəblədir ki, bu mədəniyyəti bəzi fikir adamları İslam mədəniyyəti sandılar. Deyir, bu səbəbdən həman türkçəsi olur nədən. Bu nədənləndir ki, yəni bundan dolayı bu mədəniyyət, yəni İslam mədəniyyətini ki, biz farslardan və ərəblərdən aldıq və onlar da Yunlardan, Yunanlılardan almışlar. Bəzi fikir adamları, hamısı yox, bəzi fikir adamları, düşüncəlilər, düşüncə sahibləri, bilginlər, türkçəsi, bilginlər İslam mədəniyyəti sandılar. Sanmaq, zənni kəlməsi ki, ərəbcədir, onun türkçəsidir.
sanmaq zənn kəlməsinin türkçəsidir. Sandılar, yəni zənn elədilər, güman elədilər. Dəlil yoxdur. Beləsi dəlilsiz getdilər. Batı mədəniyyətinin hər yerdə Doğu mədəniyyətinin yerinə geçməsi doğal bir qanun olunca, Türkiyədə də belə olması zorunlu idi. Deyir ki, Batı mədəniyyəti, yəni Qərb dediyimiz ərəbcə, Qərb mədəniyyətinin hər yerdə Doğu mədəniyyəti, Japonda, Çində, Hindistanda, tamam ərəb məmləkətlərdə, türk məmləkətlərdə, sosialist məmləkətlərdə, qabaqçı sosialist məmləkətlərdə, yəni Şərqi Avropada hətta deyim belə, Doğu mədəniyyəti, üzr istəyirəm, hər yerdə Doğu mədəniyyətinin yerinə geçməsi doğal. Doğal dedik ki, təbiinin türkçəsidir. Təbii bir qanun olunca, qanunun türkçəsi yasaldır, ərəbcəsi qanundur, farsçası yoxdur. Bir qanun olunca deyir, yəni bu bir qanun şəklinə düşdü. Görür ki, Japonda, Kore'də, Çində, Endonezidə, Malezidə, hər yeri deyirsiniz, müsəlman, qeyri-müsəlman, Hindistanda filanda bu mədəniyyət ki, qərbi də var idi, müdiriyyət olurdu, tolid olurdu, özdə çox həcmdə tolid olurdu və sadir olurdu. İnsanlar da bunu alırdılar, montaj deyə, əvvəl məsrəf deyə, sonra montaj deyə, sonra tolid deyə. Deyir, bunu doğal bir vəziyyətə gəldi. Yəni, təbii bir vəziyyət oldu ki, biz bunları qərbidən alırıq. Hətta bu günləri mən taza bir şey eşitdim. Mən buna əlbəttə 1-2-3 gün bundan qabaq da işarə eləmişdim. Dünyada elm o qədər sürətlə dəyişir ki, bu vaksinlər ki bizə vurdular, biri də bizim dostlarımız da heymənə gündə götür, ağa yaz ginən ki bu vaksinlər bizi, nə bilim, millətimizin nəslini qurudacaq falan. Bu vaksinlər əslində vaksin deyil. Bu vaksinlər əslində bir yeni elmidir ki, DNA-in içindəki o şeylər ki vardı, onları ələ aparırlar, onları dəyişdirirlər. Ondan bizim bədənimizə vururlar, bizim bədənimizdə o çoxalır və o mərislıq DNA-nin qabağını alacaqdır, qoymayacaq geçsin. Bu, hətta qabaqçılardan da çox faydalıdır və çox güclüdür, heç zərərli də yoxdur. Qaşıq da yapışar bədənə, bunu da hamımız bilir. Türkiyədə belə olması da zorunlu idi. Türkiyədə də belə olacaqdı. Tamam, hər yerdə gəldi. Batı mədəniyyəti hər yeri aldı, Doğu mədəniyyətinin yerinə geçdi. Türkiyədə də belə olmaq zorunda idi. Yəni deyir ki, dayana bilməzdi bunun qabağında. Dayansaydı aradan gedərdi, onun üçün beləsi olacaqdı. O halda Doğu mədəniyyəti dairəsində bulunan Osmanlı mədəniyyəti istər-istəməz ortadan qalxacaq. Onun yerinə bir tərəfdən İslam dini ilə bərabər bir türk kültürü, digər tərəfdən də Batı mədəniyyəti keçəcəkdir. Uzun cümlə, amma gözəl cümlə. Deyir ki, bundan dolayı o halda, yəni bu vəziyyətdə ki, hər yerdə Doğunun yerinə Batının mədəniyyəti geçdi, Doğu mədəniyyətinin yerinə. Deyir, o halda Doğu mədəniyyəti dairəsində bulunan, dairəsi də bilir, dairə, yuvarlaq, dairənin bir ayrı anlamda gələk ola Türkiyədə, türk dilində. Deyir ki, Doğu mədəniyyəti dairəsində, yəni onun içində bulunan, tapılan Osmanlı mədəniyyəti, deyir ki, hər halda bu da Avropanın içindədir Osmanlı. Və ha belə ətrafı müsəlman məmləkətlər də belə, türk olsun, erməni olsun, məsihi olsun ki, bu Türkiyənin dövrəsini alıblar. Bunlar da hamısı Doğu mədəniyyəti alıblar. Batı mədəniyyətini aldılar. Deyir, buna görə onun içində olduğu üçün, yəni onlar istər-istəməz, yəni xoşu gələ, xoşu gəlməyə, istəməyə belə olacaqdır. Nə olacaq? Ortadan qalxacaq. Osmanlı imperatoru ortadan qalxacaqdır. Ya Osmanlı mədəniyyəti ortadan qalxacaq. Onun yerinə bir tərəfdən İslam dini ilə bərabər bir türk kültürü. Deyir ki, onun yerinə iki şey oturacaq. İslamla türklük kültürü, türk kültürü oturacaqdır. Onun yerinə bir tərəfdən İslam oturacaq, bərabər İslam dini ilə bərabər bir türk kültürü oturacaq. Digər tərəfdən, digər fars tərəfidir, ərəbcədə, əlbəttə digər ərəbcə, fars deyir, yox, farsdır. Digər farsdır, digər tərəfdən batı mədəniyyəti keçəcəkdir. O birisi tərəfdən də deyir ki, batı mədəniyyətdə gələcəkdir Osmanlı mədəniyyətinin yerinə.
Pəs 3 mədəniyyət şeydə Osmanlının yerində yetişəcəklər ucuca, baş-başa və nə olacaqdı? İslam, türklük və Batı mədəniyyəti. İndi buradan dostlar, buradan bu üzrə ciddi bir bəhs başlanır. İranda bu bəhsi bu günə qədər başa düşməyiblər. Çox ciddi, çox zərif bəhsidir. Mən bunu bəlkə 40 ildir bunu oxuram bu haqda. Farsçada ilələ əqəb mandeci. Bu ilələ əqəb mandeci bir məmləkəti izah eləyəcək burada. Buradan bu üzə səfərlərdə, bir neçə səfərdə bunu danışacaqdır. Mən indidən deyim ki, buna çox diqqətli olmalısınız. İşdə türkçülüyün görəvi bir tərəfdən yalnız xalq arasında qalmış olan türk kültürünün arayıb bulmaq, digər tərəfdən Batı mədəniyyətini tam və canlı bir biçimdə alaraq milli kültürə aşılamaqdır. İndi diqqət buyurun, türkçülüyün görəvi nədir? Türkçülüyün görəv nə mənə? Vəzifə, məsuliyyət. Vəzifə və məsuliyyət hər ikisi ərəbcədir. Bunun türkçəsi görəvdir. Deyir ki, türkçülüyün, siz ya mən iddia edirik türkəm, türkçüyəm, bizim məsuliyyətimiz nədir? Deyir ki, türkçülüyün görəvi 2 danadır. Bir tərəfdən yalnız xalq arasında qalmış, yalnız yəni təhcə, tənha farsça. Yalnız xalq arasında qalmış olan türk kültürünün arayıb bulmaq. Bəs deyir ki, xalq arasında yetim kimi qalan, yalnız yox burada yetim. Yetim kimi xalq arasında qalan türk kültürün arayıb, araşdırıb, axtarıb, arayıb burada araşdırıb, axtarıb bulmaq, tapmaq lazımdır. Digər tərəfdən, o birisi tərəfdən də Batı mədəniyyətini, Avropa və Amerikadan gələn mədəniyyəti tam, diqqət buyurun, tam, bunu tozih verdiği üçün danışmıram və canlı bir biçimdə, deyir, yəni nə cürdür o cür elə canlı bir biçimdə, yəni onu biz aparıb əlimizlə istədiyimiz kimi kəsib eləyə bilmərik. Onu deyir ki, tam, kamil, kümplet. Eləyə bilməsən, deyəsən ki, mən maşının gətirəcəyəm, musiqisini gətirməyəcəyəm. Musiqisini gətirəcəyəm, sinemasını gətirməyəcəyəm. Sinemasını gətirəcəyəm, azadlığını gətirməyəcəyəm. Azadlığını gətirəcəyəm, hizbin gətirməyəcəyəm. Hizbin gətirəcəyəm. Yəni bunların hamısı o mədəniyyətdir. Bu mədəniyyət human right dediyimiz, hüquq bəşər dediyimiz, o da onu. Ya mən hüquq bəşərini gətirəcəyəm, teknolojisi ilə müxalifəm. Dünya görüşü ilə müxalifəm, elm ilə müxalifəm, pezeşki ilə müxalifəm. Bunlar olmaz. Davası ilə, dərmanı ilə. Bunların hamısı oranın Batı mədəniyyəti dediyimiz bunlardan ibarətdir. Deyir ki, tam və canlı bir biçimdə, yəni bir vəziyyətdə, durumda alaraq milli kültürə aşılamalıdır. Aşılmaqdır. Türkün bir vəzifəsi bunu alacaq. Özümüzün türk milli kültürünə ki, dindir və əxlaqdır və filandır, bunlara aşılayacaq, yükləyəcək bunların üstünə. Əsas nə olacaq? Milli kültürü olacaq. Bu üstə gələn bir şeydir, dəyişə bilər hər zaman, amma əsas dəyişməz. Bunu tozih verəcək bu cümlə çox ağır cümlədir. İranda keçən 100 ən son adam ki bunu düşünübdür, Qacar hakimiyyətidir. Qacar hakimiyyəti bunu düşündüyü üçün və Avropaya bazar olmayacağını Avropalılar bildiği üçün aradan getdi. Bunun üzündə ki, farsların qaşına aşiq edirlər. Yox. Gördülər ki, burada bir neçə milyon, hətta deyək 1 milyon adam var. Toprakları Bekir, 10 nəfər belə. Burada bir bazar var. Bu bazarı, bunlar əgər özləri gəlsələr, bu teknolojini başlayıblar, alalar, bu işləri, özləri danışqah qururlar, Darülfunun qoydular adların, Darülfunun danışqahdan çox yaxşıdır. Bura fənnilərin mərkəzidir, evidir. Danışqah nə mənədir? Yəni, bir dənə gahdır, bir dənə bir yerdir ki, orada danışıq qoyublar, siz gedib oradan götürəcəksiniz. Belə bir bəqqal deyil danışqah. Danışqah bu günlər bəqqaldır, hamıya sənət verir. Sən lisansan, fəqlisansan, doktorasan, ver. Heç satda nəticə görmür. Amma Darülfunun deyəndə, yəni ora fənnilərin yeridir. Hangi fənnin? Tamami fənnilər ki, dedik, mədəniyyət deyilir fənnilərə. Gördülər ki, Qacarlar bunu gətirirlər, bizim müstərəmələrimizdən çıxacaqlar bunlar. Qacar
getdikcə bir imperatorluq, güclü bir imperatorluq olacaq. Xüsusən Rusiyalılara zərərlidir və ingilislərə zərərlidir. Çünki baxın, Qacar imperatorluğu iki dana böyük dövlətin mənafeyinin qarşısında idi. Əgər Qacar türkləri bir müvəffəq dövlət, başarılı bir dövlət qursaydılar, Hindistanda yaşayan türk padişahlar ki, müstəmirə olmuşdu məmləkətləri və zehinləri şeylərə, ingilislərə, onlar deyəcəklər ki, nədən türklər, Qacar türkləri başardı, biz başarmadıq. Bu, orada neçə 100 milyon adamın bazarı əldən gedərdi. Ona görə gərək Qacar aradan gedir. Ruslar niyə yıxmağa çalışdılar? Çünki Ruslar əgər Qacar imperatorluğu güclənsəydi, eləyə bilər, desin ki, o torpaqlar ki, savaşda qayb elədi, onları qeytər verir. Çünki mən onda zəif deydim, sən zəifi adama bir nabərabər vəziyyətdə bir qərardadı təhmil eləmişsən. İndi mənim qərarda gücüm var. Onlar gördülər ki, türklər dünyanın hər yerindən mühəndis gətirirlər, adamları göndərirlər, orada mühəndis olur, doktor olur, mütəxəssis olur, danışqah qurdular, insan tərbiyyət edirlər. Bunlar gələcəkdə top qoydular, karxana qoydular, tüfək qoydular, filan. Bunlar gələcəkdə qatar gətirdilər, dürbün gətirdilər, sinema, hər şey gətirir də bu Qacar. Pəs bu gələcəkdə bizə böyük bir müşkül olar. Rusların da müşkülü o idi ki, istəmirdilər Qacar bir güc ola və onun qarşısında deyirlər, baş durur. İndi tənzimatçılar getir bura ki, necə oldu biz geriyə qaldıq. Necə oldu Batı mədəniyyətin biz tərsə düşündük, tərsə aldıq, tərsə getdik. Bunu biz Azərbaycanlılara da bu məsələni deməlidir. Dedim, bunun üzündən biz Qacar dövründə düşünməliyik. Tənzimatçılar, əziz dostlar, biz o şey ki, məşrutə deyirik İranda, o inqilab deyil. Bunu əvvəldə zehnimizdə qoyaq, o inqilab deyil. İnqilabda rejim kullən deyişlər, hakimlər qətliam olarlar, gələnlər inqilabi olarlar, onlar bir yeni rejim gətirərlər, yeni hakimiyyət, yeni qanun əsası, yeni filan vəziyyət gətirərlər. Sonra da bir-birlərini öldürməyə başlarlar. İran inqilabında da biz bunu təcrübə elədik. Belə olar, inqilab beləsi olar. Siz görürsünüz ki, məşrutə dediyimiz hərəkət əvvələn öz dövründə, ta Riza Şahın dövrəsində də və Məhəmməd Rizanın da ta şeyəcən, o 2005 salə dedikləri cəşnlərəcən ona cümbüş məşrutə deyirdilər. Ondan sonra bunu inqilab-ı məşrut elədilər. Çünki Məhəmməd Riza Şah da bir dənə inqilab-ı sefid eləyəcəkdi. O inqilab-ı sefiddə üçün qan tökülməyəcəkdi, fəqət şey eləyəcəkdi. Bunlar gətirdilər məşrutəni ucur eləyərlər ki, bu ona inqilab deyə bilər. Diqqət buyurdunuz, o inqilab-ı məşrutə buradan çıxdı. İndi, bu məşrutə cərəyanı bizə hardan gəldi? Bizə Avropadan gəlmədi directly. Bizə İstanbuldan gəldi. İstanbulda 2 dəfə, 3 dəfə bəlkə də məşrutə hərəkatı başlanır. Yenə də orada da Qacar kimi gedirlər, kodita eləsinlər, dövləti yıxsınlar, dövlətin əleyhin kodita eləyirlər, şahın qardaşını gətirirlər iş üstə, onu masonu eləyirlər, sonra o masonu, o birisi qardaş işdən götürür, yenə də ya mərizlir, bu gəlir qardaş iş üstə və sonrası bulacaqlar. Bu dövrədə bir iddələr tapılırdı ki, bunlar məşrutəçi deyirlər. Eyni bizim kimi ki, Nasiruddin Şah həzrətləri dövrəsində biz bir dana gətirir, məclis düzəldir, şahzadələrdən, tacirlərdən, o zamanki alimlərdən deyir ki, gəlin qanun təsvib edin və millət əgər birinin sözü varsa, gəlir orada deyir, onları qoyun danışsın və onlar əgər bir söz deyirlər ki, sizə təsir qoydu, onlara caizə verin ki, gəlsinlər danışsınlar. Belə bizim bir şahımız var. Eyni bu cərəyanda orada olur. Bunlara Türkiyədə nə deyirlər? Tənzimatçı. Niyə? Çünki bunlar bir dənə şura idilər, qanun tənzim edirdilər. Ona görə bunlar tənzimatçı deyirlər. Sonra daha çox güclənir bunlar, bir hərəkətə çevrilir, adına deyirlər məşrutiyyət ki, biz də onu aldıq. Sonra elə adını qoyduq məşrutiyyət, çünki o ikinci mərhələdə aldıq. İndi bu o tarixidir. Tənzimatçılar, yəni o qanun yazanlar Osmanlı mədəniyyətini, Batı mədəniyyəti ilə uzlaşdırmağa çalışmışdırlar.
O roşən fikirlər ki, adı tənzimatçıdırlar, istəyirlər mədəniyyəti görüblər, Qərbin, Batı mədəniyyətini görüblər, istəyirlər o Batı mədəniyyətinə qarşı gəlirlər, burada bir şeylər düzəldilər, qanunlar yazırlar, caməni dəyişdirirlər. Deyir ki, o tənzimatçılar Osmanlı mədəniyyətini Batı mədəniyyəti ilə uzlaşdırmağa, barışdırmağa, bunları bir-birinə keçirməyə çalışdılar. Uzlaşmaq, diqqət buyurun, elə bir üzləşməkdir. Mənlə cənabız üzləşirik, danışırıq, bir təvafuqa yetişirik. Bu da odur, deyir ki, uzlaşdırmağa çalışmışdılar. Onlar çalışmışdılar ki, tənzimat dövrəsində Batı mədəniyyəti ilə Osmanlı mədəniyyətinin hər ikisini də saxlayırlar. Onu alırlar, bunu da saxlayırlar. Halbuki iki ziddi mədəniyyət yan-yana yaşamazlar. Deyir, bu halda ki, iki dənə zidd mədəniyyət, şərq mədəniyyəti, qərb mədəniyyəti bir-birinin ziddinədir. Bunlar yaşamazlar. Niyə? Bu cüzü bizinədir. Dünyada vaksin düzəldirlər bu Covid üçün. İranda gəlir, deyir ki, filan pəmbə yağın batın, filan şeyə qoyun, filan yerizə. Axı, bu mədəniyyətən bu dürcələr. Yox da. Burada deyir ki, ağa, sənin filan mərəsiliğin var, cərrahlıq olmalısan. O deyir ki, yox. Sən gedəcəksən, məsələn, filan namanı oxuyacaqsan, ya filan duanı yazacaqsan, ya filan çayı yarpağı qeynədəcəksən, ya filan yarpaqları qeynədəcəksən, onu içəcəksən, sən düzələsən. Deyir ki, bunlar bir-birinə zidddirlər, olmaz. Halbuki iki ziddi mədəniyyət yan-yana yaşamazlar. Deyir ki, bunlar yan-yana bir-birinin dibində yaşama imkanı yoxdur ki, həm sən, deyəsən, mən tibbi sünnəti dediyim qəziyyədən gedəcəyəm, roğəni bənəfşəni qatacağım pambığa, taxam filan yerimə, korona tutmayam, həm də deyəsən ki, mənim vaksinə elmə etiqadım vardır. Vaksinin də alırsın, getməyəcəksən, gedəcəksən pambığın da alırsın. Olmaz, ya onunla gedəcəksən, ya onunla. Amerikalılar gördük ki, pambığa da fikir vermədilər, bənəfşiyə fikir vermədilər, nəmənətün nisa fikir vermədilər. Gəldilər, dedilər, biz vaksin düzəldəcəyik, vaksini də düzəltdilər və dünyada elmi dəyişmiş, 8 il, 9 il bundan qabaq dəyişmiş elmi ki, gizliymiş insanlar çox, yəni gizli deyilmiş, ələniymiş, amma bizlər bilir, xəbərimiz yox imiş. Onun üzü ilə bir vaksin düzəldiblər ki, indiyəcən eşitdiyimiz vaksinlərin fərqlidir bunlardan. Və mütəəssifانə bizim dostlarımız da bilmədikcə bunun üstündə danışıblar, çoxlu da danışıblar və indi biz görürük ki, yalan danışıblar. İndi sistemləri bir-birinə aykırı olduğu üçün ikisi də bir-birini pozmağa nədən olur. Deyir ki, Osmanlı ilə Batı mədəniyyəti iki sistemdirlər. Sistem yəni məcmui bir maşın ya bir vəziyyət ki, işlir. Əgər onun bir şeyi xərab olsa, deyərək bir orqanı ya bir qisməti xərab oldu. İndi bu sistem ki, Osmanlı mədəniyyəti sistemidir, o sistem ki, Batı mədəniyyəti sistemi deyir, onlar bir-birinə aykırı, zidd, düşmən, tərs, aykırı tərs olduğu üçün, aykırı özü türkdür, türkcədir, tərsin yerinə işlətmək olar. İkisi də bir-birini pozmağa nədən olur. O ikisi bir-birini pozar. Yəni, indi məsələn Hindistandan bir dünya falçı gəlibdir şeyə. Kanadaya, Amerikaya, calibdir. Burada da pul alırlar, saatı yox. Hər fala baxmaq 20 dolar alırlar, fala baxırlar. Olan fala baxırsan, məsələn bu həftə latari çıxacaqdı 50 milyon dolar. Ged onu bax, onu çıxad özünə. Qoy xoşbəxt ol da niyə 20 dolardan ötürü sübdən axşama hamıya yalan deyirsən? Bir-birini pozmağa, silmağa, aradan aparmağa çalışırlar. Bu, o pozmaq türkcədir, məhvidir, farsçada əzbeyin buradan onun yerinə işlənir. Məsələn, Batının müzik tekniki ilə Doğunun müzik tekniki bir-biri ilə ulaşmaz, uzlaşmaz. Deyir ki, Batının müzik teknikləri, musiqisi mən dedim, dəstgahları hətta Doğunun müziki teknikləri ilə bir-birinə uzlaşmaz, bir-birinə barışmaz. Uzlaşmaz dedim, barışmanın ya yola getməmənin şeyidir,
Türkçəsi deyilən. Batının dinsəl, təcrübəvi, deneysəl, dəney deneməkdəndir. Denemək yəni təcrübə eləmək. Deneysəl yəni təcrübəvi, təcrübə əsaslı. Deney, denemək, deneysəl, təcrübəvi, məntiqi ilə doğunun iskolastik məntiqi bir-biri ilə barışmaz. Pəs batının təcrübə, orada elmi təcrübədir, teknoloji təcrübədir, yaşam hər şey təcrübədir. Şərqidə isə iskolastik, mən bilmirəm iskolastik nədir, bu fəlsəfi bir söz olacaqdır, hər halda ya bir ayrı elmidən gəlmədi. Bilmirəm, icazənizlə bunu mən lüğətnaməyə bir baxım, elə burada bunun özünün axırında bir lüğətnaməsi var dediyimiz kimi, görək ki, orada buna bir şey yazıbdırmı, yazmayıbdırmı? Gedək 113-ə. İskolastik, görək ki, yox, iskolastik yoxdur. Mən təəssüfənə bunun da şeyini bağladım ki, oradan ingilisinə baxam, görüm ki, iskolastik nədir? 36-cı səhvəyə icazənizlə mən gəlim də, sonra görək iskolastik oradan baxaq, görək ki, iskolastik nə deməkdir? Hər halda bəlkə tozih verəcək, baxaq, görürük ki, tozih verdi ya yox. Tamam, mən gəldik, yetişdik bura. İkisi də bir-birini pozmağa nədən olur. Məsələn, batının müzik texniki ilə doğunun müzik texniki bir-biri ilə uzlaşmaz. Batının deneysəl, təcrübəvi, yəni təcrübə əsaslı məntiqi ilə doğunun iskolastik bunun hangi dildən götürübsə onu da biləydim. İskolastik məntiqi bir-biri ilə barışmaz. Hər halda bu bir növ deyir məntiqdir da. O bir-biri ilə barışmaz. Mən bu iskolastikin mənasını bilmədim. Gərək bunu baxam. Bir millət ya doğulu olur, ya batılı olur. Diqqət buyurun. Mədəniyyət sahəsində və biz köçəri olduğumuz üçün bu bizə daha anlamlı gəlir. Bir milləti ya doğulu olar, ya batılı olar. Ya Əfqanistan kimi qalacaq hala, Taliban kimi qalacaq hala, ya da batılı olacaq. İndi İran təqribən batılı olub, amma batılı texnoloji, mədəniyyət sahəsində olubdur. Amma duyğu sahəsində hala şərqlidir. Bunu istir açıqlasın. İki dinli bir fərd olmadığı kimi, iki mədəniyyətli bir millət də olamaz. Deyir ki, bir fərd eləyə bilməz, desin ki, mən həm müsəlmanam, həm yahudiyam. Həm müsəlmanam, həm erməniyam. Həm müsəlmanam, həm kristiyanam. Həm, yəni, məsihiyəm. Həm müsəlmanam, həm, məsələn, sikəm. Həm müsəlmanam, həm olmaz. Deyir, necə ki, bir fərd, bir birey, türkçəsi birey, bir fərd iki dinli ola bilməz, iki mədəniyyətli bir millət də ola bilməz. Olmaz. Bir millət, İran milləti də, məsələn, indi bu, nə odular, nə bu. Yəni, nə mədəniyyət, şərqi mədəniyyətidir, nə qərb mədəniyyətidir. Vəsətdə avaradılar. Biraz bundan, biraz ondan, vəsətdə qalıblar. Nə ondandılar, nə bundan. Həm ondan qalıblar, həm bundan qalıblar. Hər ikisinin də kötəyin yeyirlər. Hər ikisinin də kötəyin yeyirlər. İki mədəniyyətli bir millət də olmaz. Tənzimatçılar, diqqət buyurun, burada görün nə iştibah olub, o iştibahı deyir. Tənzimatçılar bu nüktəni bilmədikləri üçün yapdıkları yenilik hərəkətində başarı sağlayamadılar. Tənzimatçılar, o məşrutəçilər, hətta bizimkilər, bu nüktəni ki, bir millət ikisində iki mədəniyyətə sahib ola bilməz. Biz mədəniyyəti qərbidən alıb, öz mədəniyyətimizdə saxlaya bilmərik. Onu istir deyə. Bu nüktəni bilmədikləri üçün tənzimatçılar, nüktə, yəni bu dediyimiz o zərif sözü, yapdıkları yenilik, yenilmək, yəni şikəstə uğramaq, təslim olmaq,
məhv olmaq. O yenilik ki yapdılar, yəni o şikəstə tərəfçi getdilər, o hərəkətdə başarı sağlamadılar. Bir başarı əldə elə bilmədi. Sağlamaq yəni diri, salim ayaqda tutmaq. Türkçülərə gəlincə, indi türkçülər. Deyir ki, türkçülər nədir? Bu iki nöqtəni nə cür düşünəcəklər? Bunlar, yəni türkçülər əsasən Bizanslı olan Doğu mədəniyyətini büsbütün buraxaraq Batı mədəniyyətini tam bir biçimdə almaq istədiklərindən girişimlərində başarılı olacaqdılar. Bu gələcəyi deyir. Diqqət buyurun, olacaqdılar. Yəni, hələ Atatürk kaza gəlibdi, indi deyir ki, biz gələcəkdə müvəffəq olub, başarılı olacaq. Başarılı, müvəffəq, uğurlu. Türkçülərə gəlincə, türkçülər nə edəcəklər? Bunlar, türkçülər, əsasən, bayaq dedi, əvvəl dedi ki, İslam mədəniyyəti adında bir mədəniyyət yoxdur. Bu mədəniyyət farsların və ərəblərin vasitəsilə Yunandan alınıbdır və türklər də bu ərəblərdən və əcəmlərdən alıblar. Bunu dedi. İndi ki, bunlar türklər yəni əsasən Bizanslı, Yunanlı olan Doğu mədəniyyəti deyir, bizim hətta özümüzün də deyir bu mədəniyyət. Biz Doğu Yunanın, Doğu Yunanın mədəniyyətini almışıq. Büsbütün Buxara deyir, büsbütün. Yəni hamısını o mədəniyyətin buraxma. Diqqət buyurun, mədəniyyət deyir ha. O mədəniyyəti başdan dibə, ayaqdan başa buraxaraq, büsbütün, yəni kamil. Buraxaraq, yəni ötürək, Batı mədəniyyətini, bugünkü Batını danışır, yəni o gündə var idi. Mədəniyyət tam bir biçimdə, deyir, kamil şəkildə, tam bir biçimdə, yəni bunun bir şeyin həsf eləməmək, silməməkdən. Sən deməyəsən ki, mən bunun hizbini almıram, məclisini almıram, qanununu almıram, sistem, polis, əmniyyət sistemini almıram, casusluq sistemini almıram, teknoloji sistemini almıram, döktürlük, mühəndislik, danışqah, mədrəsə, bu sistemləri almıram. Yox, deyir, bunların hamısını alacaqsın. Büsbütün, yəni əl aparmayacaqsın. Deyirsən, bu Batı mədəniyyəti nədən ibarətdir? Bunlardan. Mən bunların hamısını almalıyam. Qacarda bu iştibah oldu. Hətta Nasiruddin Şah ki, ən böyük padişahımız, ağil və çox şərqin görünməmiş bir adamıdır. Japonun imperatoru bunun ayağının yanında gəlib bunu, yəni Japonun imperatoru Meiji bu işlərdən bəlkə xəbərdar oldu, işə başladı. Nasiruddin Şahın işlərinə. Amma Nasiruddin Şahın Japonda Fars milləti yox idi ki, gələ Japonların qabağında dura. Vəli İranda Fars milləti var idi ki, gələ türklərin qarşısında dura. Türk yaxçı dedik ki, büsbütün buraxılacaq Batı mədəniyyəti tam bir biçimdə almaq istədiklərindən deyir ki, gərək bunu da istəyərlər. Gərək tam bir bütün şəklində bu Batı mədəniyyətini alalar, girişimlərində başarılı olacaqdır. Deyir, bunu almaq girişimlərində, yəni hərəkətlərində, girişmək, yəni dərgir olmaq farsca. Onu almağa girmək. Deyir, onda başlanıbdır, gələcəkdə bu girişimin gələcəkdə başarılı olacaqlar. Başarılı türkçə, müvəffəqiyyətin türkçəsidir. Başarılı olacaqdılar. Olacaqlar gələcəkdə yəni. Türkçülər tamamilə türk və müsəlman qalmaq şərti ilə. Diqqət buyurun. Deyir ki, İranda bu müşkül var idi. İranda deyirlər ki, bizim dinimizi onlar gələrlər, xərablarlar. Cəlib budur ki, həmişə də bu dindən istifadə edilir. Bamadur gələndə mollalar fətva verdilər ki, Bamadur gəlir. Qırmızı badımca. Başımıza oyunlar gəlib, başımıza oyunlar gəlib. Deyir ki, türkçülər tamamilə türk və müsəlman qalmaq şərti ilə. Deyir, türkçülər, hər kəs ki, iddia edir türkçü, bu gərək müsəlman qalsın. Tamamilə. Yəni, amma demir, fars şiəsi şubiyyə olsun. Yox, deyir ki, tamamilə türk və müsəlman qalmaq şərti ilə türklüğün və müsəlmanlığın qoruyacaq. Batı mədəniyyətinə tam və kəsin bir biçimdə girmək istəyənlərdir. Türklər kimdirlər? O adamdırlar ki, həm müsəlman qalacaqlar, həm də Batı mədəniyyətinə, mədəniyyət, teknoloji, o şeylər ki, yaradılır olar. Onları tam və kəsin, yəni şəksiz, kəsin qəti
dəqiqən qət'i sözünün, qət'ən sözünün kəsin türkçəsidir. Bir biçimdə girmək istəyənlərdir. Bir biçimdə, bir bütün vəziyyətdə o Batı mədəniyyətin almağa girənlərin çalışmalarına olardılar ki, türklər belə olacaqlar yəni. Türklər bu girişmə girəcəklər ki, Batı mədəniyyətini kamil alalar. Deyəcək Batı mədəniyyəti, yenə də üstə dedi, saydı dedi, qanundur, əxlaqdır, dindir, teknolojidir. İndi bunlar partidir, azadidir, demokrat, bunların hamısı onların içindədir. 7 dana idi, 8 dana idi. Deyir ki, fəqət, diqqət buyurun, bir də istisna gətir. İstisna lazımdır. İstisnası nədir? Batı mədəniyyətə girməkdən öncə, indi deyir ki, biz Batı mədəniyyətini istirik girək alaq. Deyir, ona girməmişdən öncə dedik, ön sözü, yəni qabaq, piş farsca. Qabaq, milli kültürümüzü arayıb bularaq, milli kültürümüzü ortaya çıxarmamız lazımdır. Deyir, onu almamızdan qabaq, əvvəl gərək türkçülər, girişələr milli kültürümüzü arayıb bulalar. Aramaq, yəni axtaralar. Onu tapalar, arayıb bularaq milli kültürümüzü ortaya çıxaralar. Bizim milli kültürümüzü əvvəl kamil halətdə qoyarlar ortaya. Nələr bizim milli kültürümüzdür, nələr mədəniyyətdir. Bunu ayıralar. Kök Alpca, indi burada yazır özü, deyir ki, Kök Alp belə düşün. Kök Alpca türk milləti, türkcə, türk İslam kültürünə və mədəniyyətcə, Batı mədəniyyətinə sarılmalıdır. Deyir ki, mütərcim burada deyir ki, Kök Alpın nəzərində, Kök Alpca, yəni Kök Alpın fikrincə, türk milləti, kültürcə, türk İslam kültürünə, deyir ki, türk milləti kültürü əsasına, hangi kültür, İslam və türklüyə gərək qalalar və mədəniyyətcə, mədəniyyətlərin nələr ola, Batı mədəniyyətinə sarılmalıdır, onu sarılmalıdır, qucaqlamalıdır. Tamam dostlar, burada qoyaq qalaq dedim, bu bəhs çox ciddi bəhsidir, 37 səhvədən qalsın. Çünki buradan bu üzə o bəhs başlanır ki, bu ikilik nədir? Çox ciddi bəhsdir, bunu yarından bəhs edərik. Sağ olun, təşəkkür edirəm, sağ qalasınız.